Rusiyanın daha bir şəhrində Azərbaycanlılara qarşı təqib başlayıb. Bu barədə məlumat Unikalda ictimailəşdirilib. Yekaterinburqdan sonra bu kimi xoşa gəlməz məsələlər Voronejdə qabarmağa başlayıb. Bu yaxınlarda Alekseyevski bazarında məişət münaqişəsi suni şəkildə şişirdilib. Rusiyalı sürücü yük boşaltma qaydalarına əməl etməkdən imtina edib. Hədə qorxu gəlməyə başlayıb və Rus icması adlanan qrupdan radikalları çağırıb. Bundan sonra təqibləri başlayıb. Azərbaycanlıları bıçaqla hədələmək və digər ölümcül günahlarda ittiham ediblər. İndi bu bəhanə ilə sahibkarlara qarşı reydlər, həbslər, təzyiqlər aparılır. Azərbaycanlıları açıq şəkildə qorxudurlar. Yük maşınlarını yandırmaqla, malları məhv etməklə hədələyirlər. Reyd zamanı 450-dən çox şəxs yoxlanılıb. Miqrasiya qanunvericiliyini pozma ittihamı ilə 42 əcnəbi inzibati məsuliyyətə cəlb edilib. 17 nəfərə hərbi qeydiyyata alınması üçün çağırış vərəqəsi verilib.